Porsche'nin 75 il ərzində necə dəyişildiyini Şanxayda belə bir Porsche'nin həm coffee shop'ı həm də muzeyi var. Ora gəlib görmək olar. Porsche'nin 70-ci illərdə istehsal elədiyi futuristik 908 Spider. Coffee shop oturacaq. Balaca bir ərazi, aerodinamika sökür, yanacaq dolum yeri, 8 silindirli mühərrikdir, tram yolları yanır. Təhlükəsizlik karkası. Bütün renk palitrasında açarlar stendi, Porsche açarları. Bu tərəfdən dayanırıq amma görürsünüz divarda Porsche'lər görünür, mozaik bir şey qurublar. Maraqlı açar dizaynları var. Açarları belə divardan çəkirsən, həmin rəngin kodu yazılıb. Heritage Salzburg dizayn. Bu sarını baxaq. Grella dizayn. Santa'nın xizəyi və maralı dizaynında hazırlamış 356. 911'in həmin o 3.6 litrli 2 turbolu supercharge mühərrikinə bir baxın. Həmin o 911'in arxasında dayanan mühərrik lüt şəkildə bax belə olur. Turboların ilinə bir baxın. Səs boğucu sistemi və salam çıxış. 480 at gücü hasil edir bu mühərrik. Adətən bu mühərrikə üzərində qulluq demək olar ki, mümkün olmur texniki qulluğu. Bunu hazır vəziyyətdə baxın bu şəkildə sökürlər və yerində qulluq edilir. Bizim avtomobil muzeyində görə biləcəyiniz baxın Porsche'nin traktoru. Burada model şəklində, amma bizdə avtomobil muzeyində canlı görə bilərsiniz. 4 saat liman yarışlarının əfsanəsi çəhrayı donuz. Fənərin içinə baxın, necə qurulub. Karbonlu maksimum dərəcədə az çəki olmağı üçün hər şeyə çalışıblar. Bu keçmiş texnologiyadan sonra gəlib bu müasir yarış avtomobilini görmək tamam başqa bir istidir. Baxın, karbon kevlar hər yerdə ən müasir texnologiyalar, onun arxası. Olduqca nəhəng antiqanat var burada. GT2 qıpqırmızı rəngdə. Pulsuzdur içəriyə giriş. Sadəcə içəridə girişdə kiçik bir qeydiyyatdan keçməlisən. Mobil nömrə, ad, familiya və mail ünvanı.